Hamza salam dostlar. Bu günləri sizinlə 5 günlük müddətdən sonra yenidən bir araya gəldik. Girdim içəri. Belə bir vedrə var. Yekə bir vedrədir. 4 kiloluq vedrədir. Sizcə nə videosu çəkəcəm? Başlıqdan da gördüyünüz kimi 10 günlük yumurta yığacağım. İndi gözləyin. Qazları sürün bayrağa, video devam edeceğim. Dostlar, qazları bayrağa çıxartdım. Burada böyle fal yumurtaları yığmışam. Yuvada yer tutmasın diye. Çok idi fal yumurta aldım ki yumurtalar əsl yumurtalarla karışır bunlar. Çok olduğundan toyuqlar üstüne çıxdıqda əsl yumurtaları sındıracaq diye. Bunları mən ayırtmışam. Bu yeşiyə sonra videonu çəkib qutarımdan sonra yenidən öz yerlərini yığacağım. İndi başlayaq. Buradan 10 günlük yumurtadır. 10 ədəd yumurtlayan toyuqdur. Bir ədəd toyuğu, indi 12 ədəd toyuq var. Bir ədəd toyuğu nənəmgildən gətirmişəm. 1-2 aylıq orada qonşusu keçirdi deyə mənə vermişdi. O da yumurtluyor. Onun da yumurtaları var 2-3 tane çünkü teze getirmişəm. İndi başlayaq. 10 toyuğun 10 gündən içəri yumurtlayıbsa 2 sayaq. 4 6 Baxın belə yazılı yumurtalar var. Türkən, yəni ki boynu tüksüz olan xoruzun yaxınlıq etdiyi toyuqların yumurtası. Yəni o xoruzda gəzən toyuqların yumurtasıdır. 8 10 Gələk burada ördək yumurtası da var 2 dənə. 10 demiştik. 12 14 Maşallah yazmağı unutmayın. Belə videoların gəlməsini istəyirsə aşağıdan yorum yaza bilərsiniz. Bir də kim limonun yumurtasından istəyirsə neçə ədəd istədiyini yazardı. Mən də əlimdə olduqca verərdim ona. Neçə demişdik, unuttum danışarkən. Bir də sayım. Saydım 14 16 18 Baxın dostlar, belə xoruz yumurtası var. Toyuqlar ilk və ya sonuncu yumurtasından belə kiçik yumurtlayır. Adı xoruz yumurtası deyilir, amma ki toyuq yumurtlayır onu. Burada 2 dənə ördək yumurtası var. Ördək Kürt oturmadı. Təəssüflər olsun, yenidən yumurtaya başladı. Bilmirəm niyə oldusa. Bir də burada neçə oldu? Yine unuttum, kalsın bu. Size bir şey göstereyim. Bakın ana qaz var idi. O yox. Onun balası olan bala qaz yumurtlayıb. İndi yeni videonu saxlayıblar, sayım. Danışarkən başım qarışır. Sayını itirirəm. 18 böyük yumurtadır. Bir də bu 19. Onu da sayacağım çünkü o da yumurtadır. 20 22 24 26 27 28
29, 30, 32, 34, 36. Üste baxaq varsa yumurta. Üste de var. Otuz sekiz. 40. 42. Bitti 42. Bir adet qabıqsız yumurtlamıştı. Yere düşmüştü, sınmıştı. 43. 5 adet de dilənçiyə vermiştik. Yine sayın karıştırdım. Neyse 5 adet de dilənçiyə vermiştim. 47 ya da 48 olmalıdır. 10 günde 47-48 yumurta olur. İndi bunları böyle yumurta qablarına yığım. Burada daha dəqiq bilmək olacaq sayın. Çünkü bunlar 30 adet yumurta alır. Limon da yumurtaya başladı. 3-4 tane yumurtlayıb. Videonu saxlayayım. Sizin de ürəyiniz sıxılmasın, videoda uzun olmasın. Yığıb qutardım. Altta bir kletkada, üstte de birinin yarısı. Neyse. 42 tane burada oldu. 43 bir qabıqsız idi. 5'ini de dilənçiyə vermiştik. Oldu 48 adet yumurta. Bakın dostlar, böyle spirtli nem salfetler var. Bunlar sayesinde getirdiğiniz yeni toyuqların ayağını ve tümdiyini silebilirsiniz. Çünkü başka yerden getirdiğiniz toyuğun xəstəliyi sizin toyuqlarınıza keçə bilər. Buna göre spirtlə və yaxud spirtli dəsmalla silməlisiniz. Baxın dostlar, buranı da belə təmizləmişəm ki bəlkə burada Türkən toyuqlar üçün yer düzəltəcəm, ya da ki yayda göyərçin almaq fikrim var. Bir-iki biləkə göyərçin saxlamaq fikrim var. Onun üçün və yaxud da elə-belə qalıb da xəstə toyuqlar falan olduqda burada saxlamağa. Cücələri yerində göstəreyim. Cücələr bayırda da özləri. Burada böyle lampa asmışam. Orada lampa sayesinde isinirlər. Kazları yuvasında yumurtaları var. Üstün bağlayayım. Bu şeydi, balaca kaz var. Ana kazdı ama balacadı boyu. Onun yumurtaları da 8 tane yumurtadır. Yəqin ki 9 dənə ya da 11 dənə yumurtlayıb oturar kürt. Burada soba qalıb, sobanı da yandırmıram çünki havalar çox istilənib. Həddən artıq tez və çox istilənib. Ona görə soba yandırmıram. Sadəcə işıq yandırıram. İşığı da yəqin ki aprelin ortaları və yaxud başlıqları işığı da söndürmeye başlayarım. Çünkü artık havalar da açılır. Havalar açıq olduqda işığa da ehtiyac qalmır. Çünkü onlara ışıq lazım idi ki yumurtlasınlar. Işıq çox alsınlar. Işıq da artıq başlayıb
daha uzun güneş daha geç batır güneş. Ona göre ışık lazım olan değil. Bakın dostlar, belə qara toyuqdur. Baxın, bu qara toyuqdur. Nənəm gildən gətirdim. Ayaqları tüklüdür. Yumurtlayır. Bu dişin düşkada yumurtlayacaq yəqin ki. Çünki qəribə hərəkətlər edir. Yəni ki, xoruz istəyir. Ördəklər də yenidən başladılar. Ördək yəni başladı yenidən yumurtlamağa. Artıq 3 xoruz, 12 toyuq var. Toyuqlar da sərinə çəkiliblər. Otlayan otlayır. Eşələnən də buradakı toyuqlar kimi eşələnir. Baxın, qazıyıb yeri eşələnirlər. Bura çox sərindir. Evin yan hissəsi. Bura günəş düşmür. Buna görə burada bir tərəf günəşli, bir tərəf isti, kölgəli olur. Baxın dostlar, belə çürük almalardan gətirmişəm. Heyvanlar, toyuqlar, qazlar, ördəklər, hündüşqalar yesinlər deyə. Onlardan əsasən qazlar yeyir bu almaları. Çünki qazlar belə meyvələri, otları daha çox sevir, ona görə yeyirlər. Gəlin sizə cücələri də göstərim video çəkmişkən. Çünki bəlkə video yenə aksaya bilər, yəni ki, daha yenidən gec gələ bilər. Baxın, eşələyib töküblər buranı, qazıyıblar. İndi gedək kürtü göstərim sizə. Hinduşkanı göstərən deyiləm. Çünki hinduşka o tərəfdədir. Biraz uzaqdır ora. Kürt buradadır. Ona görə kürtü göstərəcəm. Hinduşkanı bayıra bıraxmıram tam. Baxın, alma yeyirlər bunlar da. Böyüyüblər. Maşallah, yazmağı unutmayın. Videonu bəyənib kanala abunə olub yorum yazmağı da unutmayın. Baxın dostlar, burada alma yeyirlər. 9'u da sağdır, amma hinduşkanın balalarından 8 cücə, yəni toyuq balası, 2 dənə də ördək balası qalıb. Baxın dostlar, burada bir cərgə belə sarımsaq əkmişəm, indi burada qalıb. Burada soğan əkəcəm, yaşıl, qışda da yaşıl qalan soğan. Burada da kəvər, sarımsaq və soğana oxşuyur. Onu da əkəcəm, çünki belə bitdikdə onları kəsib, doğrayıb toyuqlara və yaxud cücələrə qabağına tökmək olar. Xəstəliklərin bir nəvi qarşısını alır. Ona görə verəcəm, həm də ki, mikroblarını öldürsün deyə. Toyuqları ara bir bayra bıraxıram. Artıq havalar da isinib. Bayra bıraxıram dediyim, yəni bu böyük sahəyə bıraxıram. Hər gün, amma ki, öz yerlərinə, öz qəfəslərinə bıraxıram. Orada gəzinirlər. Çünki havalar isinib. Hinin içi isti olur. Ona görə də mən onları belə bayırda saxlayıram ki, həm gəzsinlər, enerjilərini açsınlar, həm də ki, içəridə istidən bunalmasınlar, yəni pisləşməsinlər halları. Çıxıb bayırda, sərində özləri üçün eşələnirlər. Belə. Qazlardan da təkcə ana qaz qalıb yumurtlamayan. O qazda baxın, bu ana qazdır. Bu yumurtlamayıb, amma hər il ən tez yumurtlayan, birinci yumurtlayan toyuq qaz o qaz idi. Sonra digərləri yumurtlayırdı, amma bu illəri gecə düşdü, yəni ən sonuncu o olacaq. O da yumurtlasa, yumurtlamaya da bilər, çünki çox yaşı var. 6-7 ildir məndədir. 2-3 ildə
köhnə sahibində olubsa 10 yaşına yaxın yaşı var, o da ki çox yaşlı. Ola bilər ki, qocalıb deyə yumurtlamasın. Onu bilmirəm. Çünki o qazdan qaza dəyişir. Onu mən heç bir şey deyə bilmərəm. Qazlar küt otursa daha yaxşı olar mənim üçün. Qazları çoxaltaram, çünki keçən illəri oturdular, bala çıxartdılar. Daha doğrusu özləri çıxartmadı. Bu yumurtlayan qəhvəyi ördək çıxartmışdı 5 ədəd qaz balası. Onları da arıq qaz baxırdı. Daha doğrusu baxa bilmirdi. O baxa bilmədiyinə görə ishal olub öldülər. Artıra bilmədim. Daha doğrusu artırdım, baxa bilmədilər qazlar. Ona görə bu illəri küt otursalar, özləri baxa bilməsə belə özüm baxacağım evdə. Evdə bir həftə baxdıqdan sonra gətirib analarının yanına buraxa bilərəm. Elə daha yaxşı olar. Videonu da çox uzatmayım. Bəziləriniz uzun video istəyir, bəziləriniz qısa video. Ona görə orta çəkəcəm. 15 dəqiqəlik qısadır. 20 dəqiqəlik belə çəkəcəm. Orta. Nə uzun, nə qısa. Xoruzlarda xoruzu buraxmamışdım bayra neçə günlər. Gördüm artıq Türkan xoruzu bu ən qorxaq xoruzu gördüm. Artıq hində yerin yoxdur deyib qovur. Gedib toyuqların folluğunda yatırdı. Ona görə bunu bıraxdım ki tarazlasın, bərabərləşsin liderlik. Bunu bıraxdıqda o birisi də heç nə edə bilmir. Bu xoruz Türkan xoruzu kimi qovmur xoruzları. Ona görə bunu bıraxdım. Daha yaxşı oldu belə. Bu su içən toyuqdakı böyük ehtimalla cinsinə görə tez kəsilib yumurtadan. Çünki cinslərdən cinslərə də dəyişir yumurtlama illəri. Ona görə tez kəsə bilər yumurtanı. Çünki 6-7 ayda toyuq yumurtlamır. Bu da ki toyuğun fazla müddətindən çox aradır. Bu da ki onu bildirir ki toyuq heç vaxt yumurtlamayacaq. Çünki qocalıb. Amma ondan da qoca toyuqlar var. Məsələn, bu boz toyuqdur. İndi göstərdiyim kürt toyuqdur. Sonra limondur. Ondan da yaşlıdır. Onların 3 yaş olanda bunun 2 yaş 6 aylıq, 2 yaş 7 aylıqdır. Amma bu daha tez 2 yaşında belə kəsildi yumurtadan. Video xoşunuza gəldisə like atmağı unutmayın. Kanalıma da abunə olun, yenidən deyirəm. Daha çox insanın qabağına çıxsın deyə. Sağ olun dostlar, özünüzə yaxşı baxın. Gələn videolarda görüşmək ümidi ilə.